Hər vaxtınız xeyir. Bugünkü video izahımız tangens x və kotangens funksiyaları və onların xassələridir. Bir nömrəli sualın izaha başlayaq. Tangens x funksiyası verilib, yəni tangens 5x+3 funksiyasının kiçik müsbət dövrü soruşulur bizdən və biz bilməliyik ki, həm tangens, həm kotangens funksiyalarının dərəcəsindən asılı olmayaraq dövrü, periodu t bərabərdir pi bölünsün x-in əmsalı, yəni k ilə təyin olunur. Bir nömrəli sualda ən kiçik müsbət dövr soruşulur bizdən. Pi bölünsün, x-in əmsalı 5-dir. Onda cavab olacaq pi bölü 5 A variantı. 2 nömrəli suala keçid edək. Funksiyanın ən kiçik müsbət dövrü soruşulur. Dediyimiz kimi, qüvvətdən asılı olmayaraq ən kiçik müsbət dövr t bərabərdir pi bölünsün k, yəni x-in əmsalı 5 olacaq. Cavab D variantı. 3 nömrəli sual. Funksiyanın ən kiçik müsbət dövrü soruşulur yenə bizdən. Dövr dərəcədən asılı olmayaraq pi bölünsün k. Yəni k x-in əmsalı 4/3-dür. Pi bölü 4/3 olacaq 3/4 pi c variantı. 4 nömrəli suala keçək. Funksiyalardan hansı 4-cü rübdə azalandır? Baxmayın uşaqlar, biz burada nəyə bilməliyik? Kosinus x funksiyası, sinus x funksiyası variantlarda görürük kotangens, tangens və yaxud heç biri. Bilməliyik ki, sinus 1/4-cü rüblərdə artandır. Bizə 4-cü rübdə azalan lazımdır. Əgər sinus 4-cü rübdə artandırsa, B variantı gedər. Kosinus 1/2-ci rüblərdə azalan, 3/4-cü rüblərdə artandır. Deməli, kosinus da gedər. Bizə isə 4-cü rübdə azalan lazımdır. Deməli, variantlarda D və C variantlarına baxırsınız. Kotangens x və tangens x funksiyaları. Asan yadda qalsın deyə, tangens x funksiyasını siz x kubu funksiyasına bənzədə bilərsiniz. Argument olaraq yox uşaqlar, x kubu funksiyasına bənzədə bilərsiniz. Kotangens x funksiyasını isə mənfi x kubu funksiyasına bənzədə bilərsiniz. Baxın uşaqlar, deməli burada x-ə hansı qiymət verirsə verin, arta gedir. Məsələn, 2 qoysanız 2-nin kubu, 4 qoysanız 4-ün kubu, 5 qoysanız 5-in kubu artır. Ancaq burada mənfidir. Deməli, kotangens x funksiyası isə mənfi x kubdur. Mənfi, baxın uşaqlar, 2 qoysanız mənfi 8 olur. 3 qoysanız mənfi 27-dir. Bizə demişdik ki, mənfi ədədlərdə modulda kiçik olanı böyükdür. Yəni, bu funksiya azalır. Bu funksiya azalan olur, bu funksiya getdikcə artır, artan funksiyadır. Deməli, tangens x funksiyası artan funksiyadır bütün rüblərdə, kotangens x azalandır. Bizə 4-cü rübdə azalan soruşursa, cavab olacaq C variantı. Çünki bütün rüblərdə azalacaq. 5-ci suala baxın. Hansı 2-ci rübdə artandır? Təbii ki, tangens x-i götürəcəyik. Çünki artan funksiyadır bütün rüblərdə. 5-də cavab oldu D variantı. Növbəti suala keçək. 6 nömrəli sual. Funksiyanın ən kiçik qiyməti soruşulur bizdən. Biz bilirik ki, kotangens və tangens x funksiyaları mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında qiymət alır. Ancaq burada kvadratik funksiyadır deyə ən kiçik qiyməti 0-dır. 0 vur 4-də 1 oldu 0 topla 1. Funksiyanın ən kiçik qiyməti oldu 1. B variantı. Həmçinin 7 nömrəli sualda kvadratik funksiyadır. 2 vurulsun 0 minus 1 oldu cavab C variantı. Növbəti sual. 8 nömrəli sual. Deməli, tangens x, daha doğrusu tangens alfa və sinus alfa verilmişdir. Bunlar arasındakı münasibətin hansı doğrudur? Deməli, uşaqlar, nə demək istəyir? Yəni, demək istəyir ki, burada argument alfa 0 pi bölü 2 aralıqdadır. Yəni, birinci rübdür. Birinci rübdə yerləşən hər hansı bir bucaqdır. Bunları müqayisə eləməliyik biz. Birinci rübdə yerləşən hər hansı bir bucaq götürün. 30-60 dərəcə fərqi yoxdur. Bunlar arasındakı münasibətə baxaq. Məsələn, olsun alfa 30 dərəcə. Siz 60 da götürə bilərsiniz. Deməli, A bərabərdir tangens alfaya. Onda alfanın yerinə 30 qoysanız tangens 30. Yəni, tangens 30-da nə alır? Kök altda 3 bölünsün 3. B bərabərdir sinus alfa, yəni sinus 30. Sinus 30-da nə alır? 2-də 1. Biz bunları müqayisə eləyək. Görəsən, kök altda 3 bölünsün 3 böyükdür, yoxsa 2-də 1. Əvvəlcə məxrəcləri eyniləşdirsək, bunu 2-yə vurarıq hər tərəfini. Bunu isə 3-ə vurarıq. Deməli, nə oldu? 2 kök altında 3 bölünsün 6, bu isə 3 bölünsün 6. Təbii ki, məxrəcləri eyni də atarıq. Buradan aydındır ki, 2 kök altda 3, kökdə 3-dən daha böyükdür. Deməli, tangens 30, sinus 30-dan böyükdür. Yəni, birinci rübdə tangens sinusdan böyük oldu. A böyükdür B, B variantı da cavab. Növbəti sual, 9 nömrəli sual. A-nın hansı qiymətlərində bu bərabərlik mümkündür? Uşaqlar, argumentdən asılı olmayaraq biz bilməliyik ki, tangens alfa, tangens funksiyası mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında qiymət alacaq. Mənfi sonsuzluq, müsbət sonsuzluq və yaxud bərabər A desək, uşaqlar, biz deyə bilərik ki, A daxildir R. Yəni, bütün qiymətləri ala bilər. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Növbəti 10 nömrəli sual. Hansı trigonometri funksiyanın qrafiki ordinat oxunu kəsmir?
Deməli uşaqlar, ordinat oxunu kəsmir deyir. Bəs ordinat oxunu kəsəndə nə baş verir? Baxın, tutaq ki, bu nöqtədə hər hansı bir qrafik ordinat oxunu kəsir. Bu nöqtədə və yaxud bu nöqtə fərqi yoxdur. Bu nöqtələrdə nədir? X-i sıfırdır. Düzdürmü uşaqlar? Deməli uşaqlar, ordinat oxunu kəsəndə x-i 0 olur. Ordinat oxunu kəsməyəndə, yəni kəsmirsə, x-i 0 olmur deməkdir, düzdürmü? Yəni baxın, variantlarda trigonometrik funksiyaların arqumentlərində x-lər var. Deməli, x-i 0 olmamalıdır. Hansı funksiya 0 qiymətini almır? Təbii ki, kotangens 0 qiymətini ala bilməz. Çünki kotangens x özü kosinus x bölünsün sinus x-dir. Axı sinus x 0-da 0 qiymətini alır. Siz burada arqumentdən x yəni 0 qoysanız məxrəc 0 olur. Yəni kotangens x 0 qiymətini almır, ordinat oxunu kəsmir. 11 nömrəli sual. Deməli, ifadələrdən hansının qiyməti mənfidir? Birinci fikir versəz, tangens 3 dərəcə deyil. Tangens 3'dür. 3 radian. Biz bunu dərəcəyə çevirmək üçün 57'ye vurmalıyıq. Tangens 3 vurulsun 57 olur. Tangens 171 dərəcə. Bunu niyə çəkdim? Baxın uşaqlar, 171 dərəcə 90 ilə 180 arasında. Yəni ikinci rübdür. Baxın. Birinci, ikinci, üçüncü və dördüncü rüblər. İkinci rübdə tangens mənfidir. 1-3-də müsbətidir. 2-4-də mənfi. Birinci mənfidir. Bizdən mənfi olan soruşur. İkinci variant. Tangens 3pi. Tangens pi'də 0 alır. Pi'nin misillərinə də 0 olacaq uşaqlar. Deməli 3pi bərabərdə 0-a. Üçüncü variant. 3 vurulsun tangens pi. Tangens pi'də 0 alırsa 3 vur 0 yenə 0. Dördüncü. Tangens 3. Tangens 3 dərəcədir. Bunu niyə belə yazdım? 3 dərəcədir. 3 dərəcə baxın uşaqlar. Və 3 dərəcədə birinci rübdür. Birinci rübdə bütün funksiyalar, trigonometrik funksiyalar müsbətdir. Bu müsbətdir. Tangens 333. 5-ci. Tangens 333 dərəcə buradan görünür ki 270 və 360 aralığı 4-cü rübdə. 4-cü rübdə tangens mənfidir. Bizdən mənfi olanları soruşurdu. Deməli 1-ci və 5-ci. 1-5C variantı. Növbəti 12 nömrəli sual. Funksiyaları cəmliyi və funksiyanın ən kiçik müsbət dövrü soruşulur. Uşaqlar, yadda saxlayaq ki, trigonometrik funksiyaların cəminin və yaxud fərqinin ən kiçik müsbət dövrü soruşulanda onların ayrı-ayrılıqda periodu tapılır və onlar üçün əkub tapılır. Yəni biz əvvəlcə 12 nömrəli sualda sinus 2pi böl 3x üçün period tapaq. Deməli, t bərabərdir. Qüvvəti təkdir. Sinüsü 1-də yazılmayıb. Onda olacaq 2pi bölünsün x-in əmsalı. Yəni 3'də 2. Bu da 2pi vurulsun 2'də 3 deməkdir. 2'lər gedər, qalar 3pi. 3pi. Keçirik tangens x-ə. Daha doğrusu tangens pi böl 8x-ə. Bunun periodu necə tapılırdı? Aferin, düz deyirsiniz. Pi bölünsün k. Yəni pi böl 8. Bu da pi vur 8 qalxar sürətə pi düşər. Məxrəcə. Pi'lər gedər, qalar 8 uşaqlar. Deməli, biz əkub 3pi və 8 tapacağıq uşaqlar. 8 ilə 3pi üçün əkub təbii ki uşaqlar 24pi olacaqdır. Cavab A variantı. Növbəti 13 nömrəli sual. Artıq biz bunu rüblərlə işləməliyik. Hansı mənfidir soruşulur bizdən. A variantına baxsaq, sinus 135 dərəcə. 135 dərəcə uşaqlar ikinci rübdür. Sinus ikinci rübdə müsbətdir. Tangens 195 dərəcə üçüncü rübdür. Müsbətdir. Müsbəti müsbətə vurduqda müsbət. A variantı gedər. B variantı tangens 280 dərəcə. Dördüncü rübdür. Dördüncü rübdə tangens mənfidir. Kosinus 300. Dördüncü rübdə kosinus müsbətdir. Müsbəti mənfi vurduqda mənfi. B variantıdır. Amma C, D yerində yoxlayaq. 145 dərəcə uşaqlar ikinci rübdür. İkinci rübdə kosinus mənfidir. 125 dərəcə ikinci rüb tangens orada mənfidir. Mənfi vurduqda müsbət eləyir. C gedər. D variantı. 130 dərəcə ikinci rübdə tangens 2-də mənfidir. Kotangens 160 dərəcə ikinci rübdür. Və kotangens ikinci rübdə də mənfidir. Mənfi vuranda müsbət gedər. 310 dərəcə üçüncü rübdür, daha doğrusu dördüncü rübdür mənfidir. Tangens orada sinus 220 dərəcə. Üçüncü rübdür sinus 3-də mənfidir. Mənfi vuranda müsbət. Bizə isə mənfi lazımdır. Elə cavab B variantıdır. Sual 14. Funksiyalardan hansının təyin oblastı budur. Deməli uşaqlar, x daxildə r, yəni həqiqi ədədlər çoxluğunda istənilən qiymət ala bilir. Arqument. Ancaq ki, x pi bölü 2 plus pi k qiymətini ala bilməz və k daxil z obyektdir uşaqlar. Daha aydın başa düşəsiniz. K-ya qiymətlər verək. K bərabərdir uşaqlar 0 yazaq. Onda nə olur? Deməli deyirik ki, x fərqlidir. Yerinə qoyun pi bölü 2 topla. Pi vur
0. Yəni 0. K-ya 0 verirsə, pi k da uşaqlar baxın. Yaxşı, k-ya 1 qiymətini verin. Nə olur? X bərabər deyil. Pi bölü 2 topla. Pi vur 1, yəni pi. Burada 2-də 3 pi eləyir, düzmü uşaqlarım? Və yaxud k-ya 2, 3 qiymətlərini verin. Fərqi yoxdur. K-ya 2 verin, baxın. X bərabər deyil. Pi bölü 2 topla. 2 vur pi, 2 pi. Yəni uşaqlar, bu nə deməkdir? Yəni bu da edir 2-də 5 pi. Baxın, burada bir şey versəz, pi bölü 2-nin mislidir. Bax, 3 misli. 3 vur pi bölü 2. Burada 5 mislidir. Pi bölü 2 vur 5. Burada pi bölü 2-dir. Yəni bu demək istəyir ki, 90 dərəcədə təyin olmayan funksiyanı tapın, qısacası. O da Y variantıdır. Çünki tangens x özü nədir? Sinus x bölü kosinus x. Kosinus x 90 dərəcə versəz x-ə, kosinus x 90-da 0 olur, məxrəc 0 ola bilməz və təyin olunmur. Y variantıdır. Aydındır. 15 nömrəli suala baxaq. Artıq burada deyilir ki, pi k qiymətini alınmasın və k daxil z. Yenə k-ya 0 qiymətini versəz, x bərabər deyil 0. 0 vur pi. K-ya 1 versəz, x bərabər deyil 1 vur pi. K-ya 2 verin, mənfi 1 verin, fərqi yoxdur. X bərabər deyil 2 pi. Yəni 0-da 0 qiymət. Baxın uşaqlar, pi-nin misillərində pi-də təyin olmayan funksiya nədir? Kotangens x-dir təbii ki. Çünki kotangens x nə idi uşaqlar? Kosinus x bölünsün sinus x və sinus x baxın 0-da 0 qiymətini alır, məxrəc 0 ola bilməz. Pi-də 2 pi-də sinus 0 alır, məxrəc 0 ola bilməz. Yəni pi-də və 0-da pi-nin misillərinə təyin olmayan funksiya soruşulur. Burada 15 nömrəli sualda cavab Y variantıdır. Növbəti sual 16. 16-17 nömrəli sualı artıq biz dedik. Tangens x-in arqumentdən asılı olmayaraq tangens mənfi sonsuzluq müsbət sonsuzluq aralığında təyin olunub. Baxın, arqumentdən asılı olmayaraq mənfi sonsuzluq müsbət sonsuzluq təyin olunub. D variantı, A variantı. Növbəti suallara keçək. 18 nömrəli sual. Deməli, uşaqlar, bilirsiniz ki, tangens x sinus x bölü kosinusdur, kotangens isə kosinus bölü sinusdur. Yəni, baxırsınız, sinus bölü kosinus, kosinus bölü sinus. Yəni, bunlar tərs ədədlərdir. Deməli, tangenslə kotangens bir-birinə tərsdir. Yəni, siz yaza bilərsiniz ki, y bərabərdir, tangens x topla, kotangens x-dən xoşumuz gəlmir, yerinə yazırıq 1 bölü tangens x və yaxud, əgər sizin tangensdən xoşunuz gəlmirsə, yerinə yaza bilərsiniz 1 bölü kotangens x topla kotangens x. Yəni, bunlar tərs ədədlərdir, demək uşaqlar? Tərsdirlər bir-birlərinə, belə deyək. Deməli, bu ifadənin qiymətlər çoxluğu, yəni y-dən ala biləcək qiyməti soruşur bizdən. Baxın, uşaqlar, nəyə bənzəyir bu? Məncə, tərs ədədlərin cəmidir də, bayaqdan tərs ədədlərdən danışırıq. Tərs ədədlərin cəmi haqqında bir qayda deyək sizə, uşaqlar. Deməli, tutaq ki, hansı bir A ədədidir. A topla 1 bölü A. Əgər deyirik ki, A müsbət ədəddirsə, birinci qayda. A müsbət ədəddirsə, bu ifadənin qiyməti 2-dən müsbət sonsuzluğa qiymət alır. Yəni, istənilən bir qiymət qoyun, görəcəksiniz ki, ən kiçik qiymət 2 olur və 2-dən böyük qiymət alır. 2-dən balaca, yəni kiçik qiymət balaca, kiçik qiymət almır. İkinci qayda nədir? A topla 1 bölü. Yəni, tərs ədədlərdə ədədlər mənfi olsa, A mənfi olduqda, mənfi sonsuzluq mənfi 2 aralığında qiymət alır. Mən də görürəm ki, uşaqlar, bunlar da tərs ədədlərdir. Yəni, bu qiymət, bu funksiyanın qiymətləri çoxluğu 2 müsbət sonsuzluq və mənfi sonsuzluq mənfi 2 ola bilər. Ancaq bizdə burada nə? Bucaq verilib ki, biz rübnə təyin edək, tangens x, kotangens x mənfidir. Görəsən burada müsbət. Ona görə aldığımız iki qaydanın da, yəni mənfi sonsuzluq mənfi 2, 2 müsbət sonsuzluğu birləşməsini götürəcək D variantı. Sual 19. Münasibətlərdən hansılar heç bir alfa üçün ödənmir? A və B müsbətdir və bir-birlərindən fərqlidir. Uşaqlar, variantlara görüb baxsaq görürük ki, kökaltı ifadələr var. Kökaltı ifadələr var deyə, məsləhətdir ki, A və B kökdən çıxan bir ədədlər deyək. Yəni, məsələn, A-ya 4 deyək, B-yə 9 deyək. Siz 16, 25, nə bilim, 36, 49 da deyə bilərsiniz, ancaq o böyük ədədlərlə işləməkdənsə 4, 9 daha məsləhətlidir. Bir nömrəli variantı yoxlayaq. Sinus alfa bərabərdir A plus B, yəni 4 topla 9 bölünsün 2 vurur, kök altında 4, 9. 13 bölünsün 12. Birdən böyükdür, görürsünüz, 1 tam 12-də 1 eləyir. Amma biz demişdik ki, sinus mənfi 1 və 1-də təyin olunur. Yəni, sinusun aldığı ən maksimal qiymət 1-dir. Bu isə 1 tam 12-də 1. 1 aşır. Deməli, bu birinci ödənmir. Bizdən də ödənməyən soruşur, 1-i götürdük. Keçirəm ikinciyə. Kosinus alfa bərabərdir. Yerinə qoyaq. 2 vur kök altında 4, 9 bölünsün 4 topla 9. Deməli, nə oldu uşaqlar? Kök altı 36, 6 kök çıxdı, vur 2, 12 bölünsün 13. Bu 0 tam nə qədər eləyir uşaqlar? Mənfi 1 və 1 aralığında yerləşir. Bu ödənir. Bizdən ödənməyən soruşur, 2 getdi. 3. Burada uşaqlar nə verirsinizsə verin, A-ya və B-yə. Tangens alfa, onsuz da mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında təyin olunub. Bu da gedər. Bizdən ödənməyən soruşur, bu ödəyir onsuz bütün qiymətləri. 4.
Sinus alfa topla kosinus alfa vurulsun. Tangens alfanı açaq. Sinus alfa böl kosinus alfa. Bərabər 2. Kosinus alfalar gedər. Sinus alfa topla sinus alfa. Onlar 2 sinus alfa bərabər 2. Sinus alfa bərabərdir 2 böl 2. 1 və sinus alfa 1 qiymətini alırdı. Ancaq ki, uşaqlar, bu ödənməyəcək. Çünki uşaqlar, sinus alfa nə vaxt 1 qiymətini alır? Tələsməyək. Sinus alfa, məsələn, 90 dərəcədə 1 qiymətini alır. Deməli, burada alfa 90 dərəcə, düzdür? Alfa bərabər 90 dərəcə. Axı tangens alfa var və yaxud tangens alfadan görmürsünüzsə, axı burada kosinus var, sinus böl kosinus yazmadınız tangensin yerinə. Axı alfaya 90 deyirsənsə, məxrəc 0 olur. Deməli, bu ödənmir. Yəni 4-ü də götürürük biz, 4-cü variantda ödənmir. Ödənmədi, niyə ödənmədiyini də izah elədim. Keçirəm 5-ə. Deməli, 5-də tangens alfa topla, kotangens alfanın yerinə yazırdıq. Bəli, doğru deyirsiniz, düz deyirsiniz. 1 böl tangens alfa yazırdıq. Bərabər kök altda 2. Deməli, uşaqlar, biz dedik ki, tangens alfa plus 1 böl tangens alfada, məsələn, tərs ədədlərdir. Tərs ədədlər haqqında dedik ki, əgər müsbətsə, yazaq burada. Tangens alfa əgər müsbətdirsə, bu 2 müsbət sonsuzluq qiymət almalıdır. Əgər tangens alfa mənfidirsə, mənfi sonsuzluq mənfi 2 aralığında qiymət almalıdır. Baxın. Bu kök altda 2, mən biləm, 1 tam nə qədər eləyir? Axı, bu araqda yerləşmiş uşaqlar, baxın. Yəni, bunun aldığı müsbət olsa ən kiçik qiyməti 2-dir, mənfi olsa ən böyük qiyməti mənfi 2-dir. Necə olur ki, kök altda 2-yə bərabər olur? Deməli, 5-ci variantda ödənmir. Ödənməyənləri soruşurdu bizdən. 1, 4, 5, cavab B variantı. Deməli, A variantı üçün sinus üstü təkdir. Tək olduqda T bərabərdir 2 pi bölünsün K-dır, yəni x-in əmsalı 3-də 4. Onda olacaq 2 pi vurulsun tərsi 4-də 3, 4-dən 2 gedər, burada 2 qalır. Yəni, onda 3 pi bölünsün 2. Dövrü 3 pi bölünsün 2. 3-ə gedər A variantı. A variantını sildik. B variantını yoxlayırıq. Tangensin qüvvətinə asılı olmayaraq T bərabərdir pi bölünsün K. Yəni, x-in əmsalı 3-də 2. Bu da olacaq 2-də 3 pi. B variantı da gedər 3-cüyə. Artıq 3-ə heç biri getməz məncə. C variantını yoxlayaq. Kosinüsün üstü tək olduqda dövrü 2 pi bölünsün K-dır. T bərabərdir 2 pi bölünsün. K isə x-in əmsalı, yəni 2. 2-lər gedər, qalar pi. Dövrü pi. D gedər ikinciyə. C-ni də sildik. D variantı. T bərabərdir. Kotangens dövrün qüvvətinə asılı olmayaraq pi bölünsün K-dır. Pi böl K isə nədir? Baxın, uşaqlar, x-in əmsalı 2-də 1. Bu da 2 pi olacaq. Dövrü 2 pi. D variantı gedər birinciyə. Y variantını yoxlayaq. Sinusun üstü təkdir. T bərabərdir 2 pi bölünsün K. X-in əmsalı, yəni 1. Yəni, oldu 2 pi. Y variantı da gedər birinci variantda. Oldu. Belə. Növbəti 22 nömrəli sual. Deməli, uşaqlar, bir nömrəlidə 2 sinus x deyilir. Bir nömrəlidə 2 sinus x-in əvvəlcə gəlin periodunu tapaq. Y bərabərdir 2 sinus x funksiyası. Üstü təkdir, görürsünüz. Olacaq pi bölünsün, daha doğrusu 2 pi bölünsün K. X-in əmsalı 1-dir yazılmayıb. Yəni, dövrü 2 pi-dir. 1-ə gedər A variantı, A variantını sildik. Ən böyük qiyməti 2-dir. Uşaqlar, sinus x biz bilirik ki, mənfi 1, 1 aralığında təyin olub. Əmsalı da 2 var, düzdür? Yəni, bu olacaq mənfi 2 və 2 aralığı. Ən böyük aldığı qiymət də 2-dir. C variantı həmçinin 1-ə uyğun gələr. C variantını silirəm. Keçirəm artıq ikinci varianta. Y bərabərdir kosinus 2x. Periodunu tapaq. Üstü təkdir. Olacaq 2 pi bölünsün K. K x-in əmsalıdır. Bölünsün 2. Yəni 2-lər gedər, qalar pi. Dövrü pi. D variantı gedər 2-yə. D variantını sildik. Uşaqlar, kosinus x mənfi 1 və 1 aralığında təyin olunub. Ən kiçik qiyməti mənfi 1. Ən böyük qiyməti 1-dir. Y gedər, baxın, 2-yə. Artıq yeni sildim. Üçüncü variantda y bərabər tangens x böl 4. Bunun periodu t bərabər pi böl k idi. K-da 4-də 1-dir. Baxın, x-in əmsalı. Pi böl 4-də 1 də 4 pi olacaq. B variantı da 3-ə gedər. Deməli, uşaqlar, 23 nömrəli sual 22-nin eynisidir. Bunu siz yazacaqsınız. Hətta 24-ü də siz yazacaqsınız. Əlasınız. 25-i də siz yazacaqsınız. Gəlin, baxaq 26 nömrəli suala. Bu artıq modulun qaydası olacaq. Biraz da uşaqlar, bir nömrəli sualda modulda sinus alfa bərabərsə sinus alfaya, yəni moduldakı ifadənin özü çıxıbsa, deməli o ifadə müsbətdir. Sinus alfanın müsbət olduğu rüb. Biz bilirik ki, 1 ikinci rüblərdir. Ancaq kotangens alfa deyir ki, orada mənfi olsun. Kotangens alfanın da mənfi olduğu rüb 2-4'dür. Baxın, yazaq bura. Kotangens alfa amma mənfi olsun. Mən bilirəm ki, bu 2 4-cü rübdür. Və bunlar üçün ortaq, təbii ki, ikinci rüb olur. Deməli, məndə 1-ə uyğun gəlir ikinci
rüb. Baxın, alfa bucağı ikinci rübün bucağıdır. C variantı, daha doğrusu 1-ə gedər C variantı. C-ni silək. Başqa bizə uyğun variant görək nədir? Hələ ki uşaqlar, keçək ikincini də yoxlayaq sonra. Tangens alfa. Modulda tangens alfa bərabər tangens alfa. Moduldan öncə çıxıbsa deməli o müsbətdir. Tangensin müsbət olduğu qruplar 1-3-dür. 1-3. Ancaq istəyir ki, sinus orada mənfi olsun. Sinus alfa mənfidir. Sinus alfa harda mənfidir? 3, 4-cü rüblərdə. Və ikisində də görürsünüz ki, 3-cü rüb var. Deməli, alfa 3-cü rübün bucağıdır. 2 gedir A variant, A variantını sildik. 3-cü. Modulda kosinus alfa bərabər kosinus alfa. Deməli, moduldan öncə çıxıbsa yenə müsbətdir. Ancaq sinus alfa orada mənfi olmalıdır. Deməli, kosinusun müsbət olduğu rüblər 1, 4-cü rübdür. Sinusun mənfi olduğu rüblər 3, 4-cü rübdür. Deməli, alfa 4-cü rübün bucağıdır. Alfa 4-cü rübün bucağıdır. Elə bir variant yoxdur bizdə. İndi gəlir uşaqlar. Bizdə qaldı B, D, Y variantları. Baxaq. Sinus alfa vur kosinus alfa nə vaxt müsbət ola bilər? Baxın, yazıram. Sinus alfa vur kosinus alfa nə vaxt müsbət ola bilər? Ya ikisi də müsbət olmalıdır. Müsbəti müsbətə vurduqda müsbət olsun, ya da ikisi mənfi olmalıdır. İkisinin müsbət olduğu rüb, uşaqlar, ikisinin müsbət olduğu rüb 1-ci rübdür. İkisinin mənfi olduğu rüb isə 3-cü rübdür. Kosinusla sinusla 3-cü rüblə mənfidir. Deyirsən, tapmışdıq. A 3-cü rübün, alfa 3-cü rübün bucağıdır. Yazıq 2-yə. Deməli, 2-yə həmçinin gedər. B. B getdi. D variantı. Tangens alfa vur sinus alfa. Dedik ya ikisi də müsbət olmalı, uşaqlar buranda müsbət olsun, ya da ikisi də mənfi olmalı. İkisinin müsbət olduğu rüb 1-ci rübdür. Elə bir şey tapmadıq hələ ki. İkisinin də mənfi olduğu rüb 4-cü rübdür. Alfa 4-cü rübün bucağıdır. 3 tapdıq deyəsən. Uşaqlar baxın. D variantı gedər 3-cü varianta. Çünki baxın burada yazmışıq 4-cü rüb. Y variantı. Alfa bucağı 1-ci rübün bucağıdır. 1-ci rübün bucağını tapmadıq. Ancaq 2, 3 və 4 tapdıq. Niyə heç birinə getməz? Cavab olacaq C, B, A və D. Növbəti 27 nömrəli sual sizindir. Ətraflı yazı tələb olunan tapşırıqlardan 28 nömrəli suala baxaq. Mənfi pi bölücü pi aralığında, yəni mənfi 90 və 180 aralığında tangens x və kotangens x funksiyalarının kəşfə nöqtələri ABC olarsa, ABC üçbucağının sahəsini soruşur. Kəşfə nöqtəsi dedikdə uşaqlar bərabərlik başa düşməliyik. Yəni tangens x və kotangens x-in kəşfə nöqtəsi dedikdə onları bərabərləşdirmək başa düşməliyik. Uşaqlar baxın, yazırıq. Tangens x bərabərdir kotangens x-ə. Və tangens x bərabərdir kotangens x-in yerinə düz deyirsiniz. 1 böl tangens x yazırıq və çarpaz vursanız tangens kvadratı x bərabər olur 1-ə. Onda uşaqlar tangens x buradan tapırıq ki, müsbət mənfi 1. Düzdürmü? Tangens x bərabər 1 yazıram. Və tangens x bərabər mənfi 1 yazıram. Bunu artıq trigonometrik tənliklər bölməsində keçəcəksiniz. X-i necə tapırıq? X bərabərdir. Pi böldür topla pi k. Yəni yazaq bunu 45 dərəcə topla. Pi k-nı da 180 k yazaq. Axı pi 180 dərəcədir. Burada isə x bərabərdir. Mənfi pi böldür. Yəni mənfi 45 topla pi k. Dövrü pi k-dır. 180 k. Və uşaqlar burada artıq k-ya qiymətlər vermək lazımdır. K-ya 0 qiymətini versəz. X nə olur? Baxın, 0 vur 180 gedər, 45 topla 0, 45 dərəcə. Burada k-ya 0 versəz, x olur mənfi 45 dərəcə. K-ya 1 qiymətini versəz, x olur 180 topla 45. Artıq 180 topla 45 dərəcə uşaqlar, bax 180 aşır. Ancaq bizə mənfi 90 ilə 180 aralığı lazımdır. Deməli, bunu da atdıq. Amma burada k-ya 1 qiymətini versəz, x bərabər olur mənfi 45 topla 180, 135 dərəcə. Bu qiyməti alar. Düzdür uşaqlar? 135 dərəcə, çünki mənfi 90 ilə 180 aralığında yerləşir. İndi gəlin bu nöqtələri burada qeyd edək və ABC nöqtələrinə yerinə üçbucağı yaradaq. Deməli, baxın uşaqlar, tangens x bərabər 1 yazmışıq. Deməli, x-in 45 dərəcə qiymətində, bu x oxudur, bu da y oxudur. X-in 45 qiymətində tangens x alır 1 qiymətini, tangens 1 qiymətini alır daha doğrusu. X-in mənfi 45 qiymətində isə olur mənfi 1 qiymətini alır, düzdürmü? Bir də uşaqlar, yazdıq burada 135 qiymətində alır. 135-də taşı burada yerləşir. Tangens 135-də də hansı qiyməti alır? Mənfi 1 qiymətini alır. Onu hardan bilirik? Tangens 135 nə yazırıq? 180 çıxılsın 45 yazırıq. 180-in adını dəyişmir, olur tangens 45 dərəcə. Ancaq ikinci rübdüdür, qarşısına bir mənfi atırıq, olur mənfi 1. Bu sizə aydın. Artıq bu nöqtələrdən bir üçbucaq yaratmalıyıq. Baxın, tangens x bərabər 1 yazmışıq. X-in 1 qiymətində 45 qiymətində 1 qiymət alır. Bu nöqtədir.
Mənfi 45 qiymətində mənfi 1 alır. Bu nöqtədir. 135 qiymətində isə yenə mənfi 1 alır. Bu nöqtədir. Bu 3 nöqtənin birləşməsindən əmələ gələn 3 bucaq. Mənim 3 bucağım biraz yaraşıqsız olacaq. Ancaq ki, belə bir 3 bucağımız var. Bu 3 bucağın nəyə tapmalıyıq? Sahəsini tapmalıyıq uşaqlar. Əslində bu 45-i biraz belə burada qeyd eləsəydi uşaqlar, yaraşıqlı bir 3 bucaq alardıq. Gəlin elə yaraşıqlı 3 bucaqla işləyək. Deməli, bu üç bucağın sahəsi necə tapılar? Əlbəttə bizə hündürlük lazım olacaq uşaqlar. Bizə bilməliyik ki, hündürlük 2 olacaq təbii ki uşaqlar. Çünki paralel götürsəz baxın 1, buradan da paralel götürsəz mənfi 1-dən amma məsafə olaraq 1 götürür. Oldu hündürlüyümüz 2. Hündürlük 2-dir. S bərabərdir. 2-də 1 AH düsturuna əsasən 2-də 1 vurulsun. Hündürlüyümüz 2-dir. Hündürlük hara çəkilib? Oturacağa çəkilib. Baxın bura çəkilib. Bizə bu lazımdır. Yəni 135 ilə mənfi 45 aralığı 2 nöqtə arasında məsafə ikinci koordinatdan birinci koordinata çıxırıq. Yəni bu olacaq 135 çıxılsın mənfi 45. Yəni 180. Pi də yaza bilərsiniz bunu uşaqlar. Pi. 2-lər gedər, qalar sahə pi və yaxud 180. Cavab oldu pi. 29 nömrəli sual sonuncu sualımızdır. Yenə tangens x və kotangens x funksiyalarının kəşf nöqtəsi dediyinə görə bərabərləşdirəcəyik. Uşaqlar tangens x bərabər kotangens x yazmıram, artıq 1 bölü tangens x yazıram. Və çarpaz vururuq. Tangens kvadratı x bərabər 1 olur. Və yazırıq ki, tangens x bərabər 1, tangens x bərabər mənfi 1. Çünki müsbət mənfi 1 qiymətləri olur. Buradan x bərabərdir 45 dərəcə topla 180k. Pi böldür topla pi k. Buradan x bərabərdir mənfi 45 dərəcə topla 180k. Demək olar, artıq k-ya qiymətlər verək. K-ya 0 qiymətini versəz, x olur 45 dərəcə. K-ya 1 qiymətini versəz, x olur 180 topla 45. 225 dərəcə. Mən də bilirəm ki, 225 dərəcə artıq 0-270 aralığında yerləşir. Onda bunu da götürürəm. Baxın, bu qiymətləri götürdük. Burada indi k-ya 0 qiymətini versəz, x olur mənfi 45. Mənfi 45 0-270 aralığında deyil. K-ya 1 qiymətini versəz, x olur 135 dərəcə. 135 dərəcə bu araqda yerləşir. İndi gəlin, həmin o üç bucağı yaradaq. Deməli, 45 dərəcədə 1 qiymətini alır. X-in 45 dərəcəsi buradadır, tutaq ki. Burada da 1 qiymətini qeyd edək. 1 qiymətini aldı, baxın bu nöqtədə. Kəşf nöqtəsi. Bir də var əlimizdə 135 və 220. 135 də olsun bu. 225 də olsun bura. 125 x-in qiymətləri, bu da y-in qiymətləri. 135 dərəcədə bilməliyik ki, mənfi 1 qiymətini alır. Bunun əvvəlki 28 nömrəli sualda izah eləmişdim. Bunun kəşf nöqtəsi artıq baxın. Bu nöqtədir. 225 dərəcədə 1 qiymətini alacaq. Uşaqlar baxın. Kəşf nöqtəsi bu nöqtədir. Alınan 3 bucağın sahəsi soruşulur bizdən. Baxın, bu 3 bucağın sahəsi. Deməli uşaqlar, təbii ki, yenə bizə hündürlük lazımdır. Bu hündürlüyü endirək. Hündürlük yenə 2 olacaq uşaqlar. Çünki hündürlük paraleldir. Y oxu üzərində 1 və mənfi 1. Baxın, buradan bura bu nöqtə, bu məsafə 1-dir. Bu məsafə isə mənfi 1-dir. Ancaq məsafə mənfi götürülmür, müsbət götürülür. Oldu 1 plus 1, 2. Hündürlük 2-dir. Qaldı 2 nöqtə arasında məsafə. Baxın, hündürlük bu oturacağı çəkmişik. 225 və 45. Yəni, ikinci koordinatdan birinci koordinata çıxırıq. Yəni, bura olur 225 çıxılsın 45. S bərabərdir 2-də 1 AH düsturuna əsasən oldu 180. Yəni pi. Bu məsafə olur pi. Onda S bərabərdir 2-də 1 vurulsun H, hündürlüyümüz 2-dir, məsafə də pi-dir. 2-lər gedər, cavab olacaq pi.